Nərimanov elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısa müddətli fasilə səbəbindən qırmızı və yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr olub. Doğru Xəbər Azərbaycan bildirir ki, bununla bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, qısa müddət sonra Nərimanov elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub, qatarların xəttə daxil olması prosesi artıq başlanıb deyə Bakı Metropolitenindən qeyd olunub. Baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlar arası intervalda müəyyən gecikmələr müşahidə olunur. Qrafika uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik. Qeyd edək ki, metroda yaranmış qısa fasilə səbəbindən Bakımil stansiyasının fəaliyyəti də məhdudlaşdırılmışdı. Son dəqiqə əldə etdiyimiz məlumata görə hazırda Bakımil stansiyası fəaliyyətini tam bərpa edib. Yaşıl və qırmızı xətlərdə qatarlar arası intervallar qrafika uyğun olaraq bərpa edilib. Qrafik üzrə 34 saat prinsipi ilə qatarlar fəaliyyət göstərir deyə məlumatda bildirilib.